Sen de bir Əlbəttə, Allah elə insanlardan qorusun. Pis insanlardan uzaq. Təşəkkür edirəm, çox da. Mahnını kimə həsr eləmisiniz? Əslində mənim mahnılarımın sözləri, klipləri çoxsu həyatımdan asılıdır. Nə yalan deyim. Sanki mahnılarım, kliplərim özüm üçün bəstələnib, özüm üçün yazılıb. Çox gözəl, təşəkkür edirəm. Səsinizdə də gözəl havalarınız bol olsun. Çox sağ olun, təşəkkür edirəm. Hardın bileydim bu sevdasın olacaq. Elədim hər şeydən güzel olacaq. Hardın bileydim bu sevda sonum olacaq. Sen analara kıymet verirsin, neyse canım. Bəli. Ben bütün analara kıymet veririm. Allah bütün anaların əziyyətini boşa çıxmasın, onlara can sağlığı versin. Övladların ömründən alsın, anaların ömrünə versin. Övladlar cavandır, analar yaşlanır. Qızınıza əziyyətiniz var, bəli. Ama kızıma həsr etdiyim mahnım var, adı Nihan'dır. O mahnımı paylaşmamışım heç yerdə. Mahnı nətər idi, yadımdan da çıxıyor. Gözəl gözlünü al, şirin sözünü al. Belə bir mahnı idi. Həsr eləmişdim, onu yazmışdım, hətta klipin çıxartmaq istəyirdim. Prosta belə bir anda oldu ki, mənim mahnının üstünə düşmədi. Üzr səsini gözləyirsiniz. Defillərə kifayət qədər vaxtında çıxdım, dayanmadan. Kliplər buraxdım, mahnılar buraxdım, trend mahnılarım oldu, gündəm zəbt elədim. Aeroportdayım, gəlirəm Bakıya, mahnılara bak. Kimdir tanımadım. Sevir. Tanımadım səni. Neçənci sinifdir Nihan? Aa, uzun qılşa. Qoy. Sağlıqla var. İyi günler. İyi günler. Aa, uzun qılşa nədir? Kimdir bu? Adını deyəndə, mən nə biləm. Sevmişdim. Hə. Nətərsən şəhərlə? Ne olur derdini dinle. Yaşarım seninle. Derdini getirme. Ne olur derdimi dinle. Ben yaşarım seninle. Ben sensiz neler Allah'ını sevmiştim. Allah'ını direttim. Aslında ne kadar mahnılarım benim trend oldu. Kızınız da sizin gibi şirinmiş. Teşekkür ederim.
Mən övladıma çox bağlı bir atayam. Yəni onunla nəfəs alıram. Onun onun üçün hər şeydən atayam yəni. Eyni qaydada mən bu həyatda yalnız və yalnız rəqibsiz sevmişəm, istəmişəm anamla övladımı. Yəni onlar dəyişilməzdir mənim üçün ömür həyatımda. Yəni anam, övladım mənim üçün ayrı bir yer idi. Yəni onlar mənim üçün başqadır. Ən əsası anadır. Ana başqadır. İndi anam yoxdur deyə nə yalan deyim. Anama olan sevgim bu gün onu itirəndən sonra daha da bildim. Hmm. İnsan anasını itirəndən sonra onun yoxluğunu, onun yəni necə deyirlər? Nəysə, temaları dəyişək dostlar. Mən bu haqda danışmaq istəmirəm. Mən həyatda çox güclü insanam. Çox, həddindən ziyadə. Heç vaxt düşmanlarımın qabağında nə ağlayaram, nə sınıram, nə yenilərəm, nə yıxılaram. Onların yenilişini, yıxılışını görməyincə qədər heç vaxt mən yıxılmaram. Onları yıxaram, üstündən gedərəm. Amma heç vaxt həyatı boyu. Çünki mənim düşmanlarım çoxdur. O düşmanlarımın ölümünü görməyincə qədər mənə optimistik yoxdur. Yıxılmaq yoxdur. Yəni mən bugünkü gün ayaqüstü durmuşamsa, bu qədər güclü durmuşamsa, bu qədər hamı ilə, hər kəslə savaşıramsa, buna birinci qalan yerdə gücüm çatır. Buna birinci qalan yerdə həddindən ziyadə sözüm, əməlim, hərəkətim, hər şeyim keçir ha. Yəni mən sıravi insan kimi özümü heç vaxt görməmişəm də aparmamışam. Mənim sözüm üstünə heç kim söz deyə bilməz. Heç kim kimliyindən asılı olmayaraq. Yəni o adam başı üçün deyil. Mənim qarşıma çıxsın, nəsə söz desin, nəysə hərəkət eləsin. Gecə tezi var. Mən oturaram, gözləyirəm səbrə. Ona elə bir yerdə, elə bir şey. Yəni zamanla da o elə olar ki, o özü o ruhu belə inciməz ki, bu necə oldu? Saçım töküldü. Bitti, canıma yetti bu sevda. İnsanda ən vacib səsli və səhnə vidi yaraşığı önəmli bir şeydir. Sənin səsin olduğu qədər də səhnə vidin də olmalıdır, yaraşığın da olmalıdır. Görünüşün fit olmalıdır. Yəni bu hər şeyə vacib bir şeydir yəni. İnsan var ki, məsəl üçün çıxır, təsəvvürə gətirir, ay Allah. Yəni bu adamın səsi var, səhnə vidi yoxdur, apartolla. Allah buna hər şeyi vermir. Elə adam var ki, səhnə vidi var, səsi yoxdur. Belə hallar olur. Mən demirəm, mən belə yəni möhtəşəməm, amma yəni halında deyən ən xanəndələrdən, muğam ifaçılardan başa-baş gələn bir müğənniyəm. Sən möhtəşəmsən. Aykater Torres. Çox sağ ol. Niyə şərhlər oxumuş? Oxuyuram axı, niyə dostlar? Salam şans verməm necəsiz? Çox sağ ol. Yaxşı ya.
Yuxum gəldi dostlar, nəsə bilmirəm. Məni yuxu basır. Cadu eləyirlər 100%. Allah. Mən bilirəm kim cadu eləyir. O caduların hamısını geri üfləyəcəm üstünüzə. Dayanın. Sakalım girme ağzıma. Sakalım girme ağzıma 10 buradan çıkardım dostlar. Kaş ki mənim oğlum olardım. Problem yoxdur, mən elə hamının oğluyam. Ay Allah. Ay verim Allah. Məndən yenə əmanətdir sevgilim. Sevgilim. Buraları indi yenə tük eləyəcəm. Amen. Boğazımı pis çəkib. Bəli. Allah ölənlərinizə rəhmət eləsin dostlar. Deyin görüm. Kız zeng geliyor. Kız! Məndən əman. Üzüm nə gündədir? Səfi bey üzüm. Alo. Hayır ürəyim. Canlıdayım, ona görə bundan yıxdım səni. Şükür salması səndə nə var? Neyini sən haradasan? Mən də salondan çıxmışam, inansan. Saçımı, üzümü kəstirdim. Lazerizada getdim. Dedim 1-2 gündən sonra da çiskaya gedəcəm üzümə. Üzüm yenə günə qalıb. Şeydən də çıxan kimi olsa üzüm səpir. Nə qədər dərman da vursam, yenə də boş. Almışam, məndə var. Köpükdür. Pantenol. Əladır bu. Canlıdayım, qoy indi birazdan bağlayıram, yığıram, səninlə işim var. Oldu aşkım, hələlik sağ ol. Hələlik sağ ol ürəyim. Səndən başqa əmanətdir gözlərim.
Mənə baxsınız dostlar. Qoy görün burada kimlər var, kimlər yoxdur. Siz orada biraz özünüz üçün aurada danışın, mən bir dənə burada qıllarımı yolum. Yəni hər insanı adam var ki, nə bilmə, onurlu, qürurlu insan, adam var ki, onursuz, qürursuz insandır, nə gözləyirsən. Mən həyatda səhvlərimdən o bir məsəl var, fake'lər buradadır Tuncay. Neyinirsiniz? Burada neyinirəm? Münasib yerlərimi qırxıram. İşə görə sənə qulaq asıram. İşi görə sənə qulaq asıram. Qulaq asın dostlar. Fake'lər buradadır. Hə, məsəl şey, fake-lərdən danışma. Fake bayaqlarım izləyici hara qalxmışdı, döşüyürlər. Hamısını bir-bir atırdım, indi düşübdür. İnsan həyatda səhvindən adam var ki, məsəl üçün mən həyatda elə olur ki, səhv eləmişəm. O səhvimdən nəticə çıxardan insana. Adam da var ki, ümumiyyətlə bilirsən necə, səhv edir, üstünə səhvlər edir, üstünə səhvlər edir. Yəni o insana zaval yoxdur da. Bax, elə insanlar var, Allah haqqı. Mümkün deyil. Bax, nə deyirdi? Mən baxmıram. Kim mənə nə deyir? 5 qat cavabını verir. Kim mənə nə hərəkət edir? Onun 5 qat cavabını verir. Nəyə görə? Çünki onun yanında bəlkə başı aşağılığım var. Kimliyindən asılı olaraq mən sözümü deyirəm. Anasını itirəndən nəsə olub, çox aqressivdir. Hə, çox, həddindən artıq, çox əsəbi, çox aqressivəm. Hər şey eləyəm, ha. Əvvəl çox sakit, mülayim, deyib günən, yola gedən insandım. İndi yox, ha, indi olmuşam bir dənə ağ dəli. Bəziləri sözüm özümü tanımıram. Ümidullah hər yeri yaman günə qoyuram ben. Mamam görərdi, buraları belə edərdim. Bir də görürüm o otaqdan qışqırardı. Tuncay! Nə qarsan orada? Mia tam doğru düzgün cevap verdin ha. Halaldır sana. İnsan elə olur da, bəzən hər şey görürsən. Ona görə lazeri gedəndən sonra ha, dostlar, üzüm yaman günə qalır. Pentanol yaxşıdır, yoxsa bu ne bir oxtaz? Səpkin aparan nə dərmanı var?
üzə vurmaq üçün. Yaxşı güclü olan. Bu da cızdağımı çıxartdı mənim. Neydi belə? Bunu yayım. Çölə çıxacam indi. Hə. Yox, mən dərim həssasdır mənim çox. Mən də çıxan kimi maşallah, gələn kimi o saat məndə adətdir. Ya çiməcəm. Əslində lazerdən 1-2 saat sonra çimməlisən. Mən yox, gələn kimi tez su vurdum. Dedim 1-2 saat keçsin, girin çimin. Hər gün mən çimməsəm, paltarımı dəyişməsəm ölərəm. Sular kəsilsə, bu binadan o binaya qaçam, o binadan bu binaya. Şunların içinə çay ağacı at, qat. Süper olacaq, quruldur. Hadi ona görə səpsən. Tək qalıram. Gəlmək istəyirsən Rusiya, gəl yanıma. Gəlmək istəsə gəl. Görürəm çox yazsın. Tək qalırsan, ha? Hə, təkəm. Bəlkə bu günlərim deyirəm heç yerə çıxmayım. Üzüm bu gündə meyitə oxşuyuram ya Allah haqqı. O halda nəfəs çıxım mən çölə. Telefon da dayanmır ya Allah haqqı. Dız 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 dız. Bunu qoyunluğa qumunu zaretkaya qoyun. Çünki gələndən sonra da hansı lazım? Hə, gələndən sonra fikrim var, münasib yerlərimi də qırxım. Tahir adı oldu ki, dostlar. Bilirsiniz nədir? Bu mən sizə deyim. Gmail adresim açılır. Keçən səfər Elnur oldu, bu gün də Tahir. Sabah bir də görürsünüz, Elnur oldu. Arıyorum, anlamazsın. Ey. Anam olardı indi. Həmişə gələrdim, qopiyalarımı çevirdim dostlar. Niyə bir oldu? Ləğv edin, yox. Hə. Və mən gələndə həmişə mamam oturardı bax burada. Onun bir dənə kürsüsü vardı, burada otururdu.
Otururdu, biz də gəlirdi, yığışırdıq burada, otururduq onun yanında. Belə. İndi boş qalıb yeri. Deyəcəklər, evi reklam edir. Evi neyini reklam edirsən? Yo, bu mənim səhvəmdir. Başqasının səhvəsi deyil, mənim səhvəm. Prosta sadəcə ad dəyişdi. Bir həftədən sonra ad qayıdacaq Tuncay Bərdəli. Andım olsun. Aram, yavaş yavaş. Herkes seni unutarım. Ben haldayım. Aram, andım olsun. Necə dostlar üzüm, yaxşıdır indi. Biraz səpkilər var. Ama da indi həm də deyirəm evə gələndən sonra saçma kraska qoyaram ben. Ağarıb. Nə var? Hı? Yo, yaxşıyam, pis deyil. Gedər. Çox qəşəng. Əla. Əslində o qədər də kök deyiləm mən. Yəni adam var ki deyir köksən. Adam da var mən bax deyər. Normalam da. Yəni yaxşıyam. Əlayam. Yox, qarnım yoxdur. Ben görüm. Yox, qarnım elə yoxdur. Düz biraz da var amma yəni elə normaldır. Süper olacaq ya. Ondan alıp vurarım. Opşiyanın qrupnu nə deyirlər ona? Yaraşıq. Pik nöqtə. Stolun gününə baxın. Bütün hər yer abur cubur. Bir kok orada, bir kok burada. Geçen sefer bir abur cubumun birinden papam yıktı deyir. Balada 3 dəfə öyüdüm deyir. O nə abur cuburlarda deyir almışsan deyir. Nə barədə zövqüm qəşəngdir. Geyim barəsində hə, geyimə çox zövqlüyəm. Hamı ən şərt deyil bahalı geyinəsən. Yəni zövq geyim şarmlı, qəşəng çəkici olmalıdır. O yəni mütləq şəkildə. Adam var ki zövqsüzdür da. Adam da var zövqü var. Mən məsəl üçün evə də eləyəm də. Evdə məsəl üçün zövqlü dizaynla remont eləyərəm, zövqlü əşyalar alaram, böyük ev alaram. Maşınla da eləyəm. Məsəl üçün xırda maşın sürmürəm, sevmirəm. Böyük motoru böyük maşınlar sürürəm, bahalı maşınlar sürürəm. Hər şeyin cəzbedicisi, hər şeyin yaxşısı, hər şeyin gözəlini pik nöqtədə olan olmalıdır. Qarşına gələndə bəli, pis eləməsin kim gəlir. O mütləq şəkildə. Mən ona önəm verirəm həyatda. Mən məsəl üçün nə qədər də efirə çıxmasam, bir neçə ildir ki efirə çıxmıram da, amma yenə də Tuncay Bərdəli olaraqdan tanınıram. Hara gedirəm, hardan gəldim, hamı tanıyır gedir. Deyir, bu o müğənni deyil. Şəkil çəkdirənlər də olur.
Hətta mən yoldan gedəndə belə hamı baxır, bilir ki, mən gedəm. Sürdüyüm maşından, geyimimdən. Yəni o bilinməlidir. Evlərin tək qalmayın. İnşallah. O da olar. Her yeri dağıttım, döktüm. Güzel. Bitti lan sevgi. Kişi ve oğlak kuşları o kişi de olur demişim. Memnun valla. Fake'ler oturup burada, fake'ler. İnanırsan o taraftan, bu taraftan hamı fake'dir. Bezmişəm bu fake'lərin əlindən. Özümü kəsib soğuklayacağım bu fake'lərdən. Ben şahsiyem bildirim. Dostlar, özünüzdən müğayət olun, mən çıxıram. Ustazın sərişi ona işləyib. Uşaqları gözləyir məni. Gedirəm, özünüzdən müğayət olun, Allah'a emanet olun. Danışarıq. İnşallah girərəm canlıya. Hə də, fikrim fakirlərdə də harda olacaq. Sağ olun dostlar. Zəng zəngin lazım, mən bunlarla